Vaxtınız xeyirli olsun. Subbaklarla bağlı bir məsələni qeyd edeyim. Ətraf mühitin mühafizəsi və bərpası ixtisası var. Əgər bu ixtisas sizə 04518 kodu altında verilibsə, sizin qəbul şansınız yüksəkdir. Adətən çoxlar elə bilir ki, subbakalavralar ekologiya və ekoloji mühəndisliyini yaza bilər. Amma 04518 kodu altında olan ixtisasda həyat fəaliyyətinin təhlükəsizlik ixtisasını yaza bilərsiniz. Əgər siz Neft və Sənaye Universitetinin tabeliyindəki kolleci bitirmişsinizsə, ən minimum balla, misal 51 balla belə subbakalavr kimi Neft Sənaye Universitetinə qəbul ola bilərsiniz. Eləcə də Memarlıq İnşaat Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncədə olan Aqrar Universitet, Texnologiya Universitetlərinə belə subbakalavr kimi qəbul ola bilərsiniz. Dediyim kimi, əgər sizin kodunuz 04518-dirsə, onu da qeyd edeyim ki, subbakalavrın ərizə təsdiqi avqustun 2-sinə kimi davam edəcək. İxtisas seçimləri isə təxminən avqustun ondan sonra başlayacaq. Yəni subbakalavr ali təhsil müəssisəsinə test balı yığanlarla eyni anda ixtisas seçimi eləyə bilir. Düzgün ixtisas seçimi üçün nömrəmizi xatırlatmaq istəyirəm. 051 346 14 38. Uğurlar.